Bugün iyunun 1-i Beynəlxalq Uşaqların Müdafiəsi günüdür. Arzu edirik ki, bütün körpələr əmin-amanlıq içərisində sülhlə dolu bir dünyada yaşasın və mənim gözəl Sehranəm bugün ikiz qız anası olacaqdır. Evimizdə bir qızımız var. İki qızımız da bax buradadır. İnşallah ikiz hamiləlik, riskli hamiləlik qrupundandır. Çox şükür Allaha. Artıq 36-cı həftədəyik. Təkrar keyseriyyədir. Qızımızın ağrıları var. Ona görə də qərar verdik ki, bugün bəbişlərimizə qovuşduraq mamasını gedirik keyseriyə doğma inşallah. Eliza ilə Elinanı qarşılamağa inşallah hər iki balamız bol şanslı olsun. Gözəl gündə doğulublar. Hər zaman sülh içində böyüsünlər. Bizə uğurlar. Mənim şirin səsli gül balam, gülüşünə qurban olaram. Xoşbəxt bir qız olmağını sənə mən arzularam. Xoşbəxt bir qız olmağını sənə mən arzularam. Sən Allahın bizlərə hədiyyəsisən, ananın, atanın bir dənəsisən. Çiçəklərin içində ən gözəlisən, qızım mənim nəfəsim. Sən Allahın bizlərə hədiyyəsisən, ananın, atanın bir dənəsisən. Çiçəklərin içində ən gözəlisən, qızım mənim nəfəsim. Bugün iyunun 1-i doğulan quzularımdır. Allah qorusun. Biri ikizdir, biri isə tək bəbəmizdir. Allah hamısını xoşbəxt böyüsün, sülh içində böyüsünlər, atalan böyüsünlər, bütün uşaqlar sağlam böyüsünlər. İnşallah kim ki evindən körpə səsini eşitmək istəyir, Allah onlara da qismət etsin.